Vətəndaş Aynur Verdiyeva Azərbaycan Dəmir Yollarından şikayətçidir. Aynur Verdiyeva şikayətin baş səhifəsində paylaşım edərək bunları qeyd edib. Paylaşımı olduğu kimi təqdim edirik. Salam, şikayətim Azərbaycan Dəmir Yollarındandır. Günlər öncəsindən rəsmi saytından şərtlərə maraqlanıb, əmin olub bilet almışam. Pişiyimin perenaskası var, pasportu var. Biraz əvvəl Azərbaycan Dəmir Yollarının messengerdən də göndərdikləri cavab saytlarındakı ilə eynidir. Amma qaynaq xəttə zəng etdikdə pasportla icazə olmadığını bildirdilər. Həkimdən sağlamlıq kağızı alıb və o kağızı da hansısa quruma aparıb təsdiqlədərək rüsum ödəyib sənəd almaq lazımdır dedilər. Bu dediklərini rəsmi saytında və Facebook səhifələrindən göndərdikləri cavabda niyə qeyd etməyib insanlarda çaşqınlıq yaradılar. İndi mən 2 həftəlik getməliyəm. Bunların yalan, yanlış məlumatları ucbatından evdə tək başına qoyun və mən gələnə qədər ac, susuz və təklikdən sıxılıb ölsünmü? Müştəri hər zaman haqlıdır qaydasına və ictimaiyyətə verilən bu məlumata əsaslanaraq mən ev heyvanımı pasportu ilə də rayonlar arası sürət qatarı ilə daşıma hüququna sahibəm deyə Aynur Verdiyeva bildirib.